Gülnara Mahmudova. Buyurun. Zahidə xanım, bizim əzizimiz dünyasını dəyişdi. Allah rəhmət eləsin. Zahidə xanımı illərdə mən tanıyıram. Çünki biz bir yerdə yəni ki, yaşamışıq, Sovetskada yaşamışıq. Bir müğənni kimi mən həmişə yəni sənətini sevmişim. Gözəl müğənni idi. Sonra ki, daim mən də ailə qurdum, pərəm düşdük hamımız. İstədim nə qədər ki, onun yanına getməyə, prosta icazə vermədilər ki, bəlkə xəstədir, yanına icazə verilmir. Ona görə də biraz soyuqlaşdı aramız. Allah yenə dedirəm, qəni rəhmət eləsin, yerdə qalanlara can sağlıq versin. Belə bir yaddaşımda qaldı xanım. Evində də olmuşam. Yəni, dostluğumuz da bəlkə olurdu. Sonra ki, ailələrimiz ki, ailə qurdum, getdim, qalanlarla belə aralandık. Mesela bu qədər. Çox sağ olun.